idi. Sona kadar demək olar ki, az qalmış sona gəldi. Favoritimiz idi. Güzel, çok güzel təqdim elədi pişiyi şöyle. Buyur şöyle. Axşamınız xeyir olsun. Mən bizim dəyərli detektivlərimizi salamlayıram. Hər biriniz mənim üçün çox əzizsiz, çox doğmasız. Gözəl ünsiyyətimiz oldu veriliş boyunca. Mənim də emosiyalarım çoxdur. Hətta o qədər emosiyalarım çox idi ki, bu kontrakt məsələsi də dediniz. Heç kimə deyə bilmirdim və 2 gün keçəndən sonra artıq təsəvvür edin ki, 6-cı günü çəkiliş olub və mən ələndim. 1% o yan bu yan və bu mənə elə də təsir eləmədi. Amma növbəti günü ki, bazar günü mən artıq özümü efirdə gördüm. Dedim, ay şöyle, hara getdin sən? Və növbəti günü o qədər pis olmuşdum ki, dedim, gedim özümə bir nəsə alım, bəlkə özümə gələrəm. Xanımlarda elə bir şey var ki, gedirsən, shopping eləyirsən, düzəlirsən. Nəsə getdim shopping eləməyə, nəsə nələrsə götürdüm, heç mənə ehtiyac olmayan şeyler. Girdim kabine bunları giyinmeye başladım ağlamağa. O kadar zəng vuruşam, Nastya, mən özümü çox pis hiss Mən də inançandan eləyirəm. sonra Nastya'ya zəng eləmişəm ki, niyə? Qaytarın məni şoya. Ay can. Cicəyəm, sizin cicəyəm. Ya, gəl 2 oy, mən heç də bilmirəm. Məni qaytarmalısınız. Deyim, necə qaytaraq çıxmışsınız? Mənə baxmayın. Özümü çox pis hiss elədim. Yəni ki, yarım finalda elə belə bir finala yaxın bir məqamda sən oradan gedirsən, hamı da bütün komanda deyir, pişik, siz finaldasınız, biz sizə inanırıq. Deyirəm, ailə tələsməyin də. Yox, belə pesimist olmayın. Nəysə, əsas odur ki, yadda qalan olduq. Yeri gəlmişkən həmişə deyirəm ki, mən bu maskanın birincisiyəm. Yəni bunu belə, çünki birinci elə səhnəyə mən çıxmışdım, ona qədər birinci mənəm. Və Faiq bəy orada bu ayaqqabı məsələsi yadıma gəlir. Deyir ki, görmürsən, balaca ayağı var orada, 35. Faiq bəy, 40 razmer idi ayaqqabının, 40 ölçüydü. Ayaqqabı 40 Şöyle fikir verme, qocalmışam, gözüm pis. Dedim, mən burada nəsə yeniliyi eləməliyəm. Və maskamın tapılmaması üçün elə bir şey eləməliyəm ki, heç tapılmasın. Və ürəyimdə qalmasın o muğam zəngüləsi. Və nə gözəl ki, bu mahnı, bu ifa sevildi. Və bugün də onu ifa eləyəcəm. Bir daha hər birinizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Hamımız xəfiyyələr. Biz %100 əmin idik ki, pişik gəlib finala çatacaq. Bizim favoritimiz idi. Həm başımızı çox ağrıtdı ki, kimdir bu maskanın arxasında? Versiyalar çox idi. Bəli, bir dəfə də deməlidir. Bəlkə də ən çox versiya pişik üçün idi. Amma elə az ərkeşlik eləyirdi və o bala gəlini səni ifa eləyəndə lap belə, sənin çıxışının belə ən yüksək forması idi, ən gözəl. Çox sağ olun. Minnətdar. Çox sağ olun.